Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Güvən nəşrlərinin 1 fevral tarixində keçirilmiş olduğu sınaq ondan 9-cu siniflərin ingilis dili suallarının izahları ilə tanış olaq. 5-ci sualdan başlayaq. Bizdən 5-ci sualda mürəkkəb isimləri soruşur. Sunflower Bookshop elə mürəkkəb isimdir. Yəqin ki, burada çətinlik yaşamazsınız. Bir saniyə bunu qeyd edək. Cavab A variantı. 6-cı sualda dürüstlük yaxşı bir lider üçün deməli vacib keyfiyyətdir. Keyfiyyət deyir, vacib bir keyfiyyət qarşısında ən olar, çünki sayıla bilən tək isimdir, digərləri olmur və dürüstlükdən ümumi bəhs etdiyi üçün qarşısında artikl olmur. Cavab oldu 6-da C variantı. 7-ci sualda bizdən yaxın mənalı sözləri soruşur. Ancient, qədim, antik, bu antik əşyalar yəqin eşitmişsiniz. Keçmiş, keçmiş, qədim anlamında elə yaxın mənalıdır. Biraz vaxt baxımından sürətli izah etməyə çalışacağım. Ümid edirəm ki, işinizə yarayar. Apply-dan sonra for istifadə edə bilirik. 8-də doğru cavab olacaq D variantı. Variantlarda to olsaydı, o da doğru ola bilərdi. 9-cu sualda zaman uzlaşmalarına görə digər variantları atmaq lazımdır və yaxud da feilin sonu S qəbul edir he, she, it-də. Ona görə digər variantlar olmur. Sadəcə bu da conducted və achieved olur. Yəni D variantı. 10-cu sualda deməli was able to'su yoxdur D-də, Y-də able to'su yoxdur, C-də to gəlməməli idi. Problemi həll edə bilmirəm, yəni çətin idi deyə həll edə bilmirəm deyərəm, yəni A variantı. 11-ci sualda doğru cavab olacaq A variantı, quruluş baxımından. 12-ci sualda The mural Paintersə görə və sculptor finished hers olur. Doğru cavab Y variantı. 13-də pasivə çevirmək lazımdır verilən cümləni. Deməli, keçmiş zamandadır cümləmiz stol verilibdir. Was were plus feil 3 olmalıdır. Was were feil 3 olan, məsələn, Y yoxdur, B yoxdur. A-da zəsif, zəsif, cümlə eynisi başlamır deyə olmur. Artwork təkdədir deyə were olmaz. Cavab D variantı. To focus all one's attention on a particular object or activity, nəyə bir şeyin diqqətini, yəni hər hansı bir fəaliyyətə və ya da bir obyektə diqqət vermək deyir, yəni konsentrə olmaq. Cavab olur B variantı. 15-ci sualda isə qəfil və güclü bir hərəkətdir yerdə, bu da zəlzələdir, yəni earthquake. 16-da reject sözü imtina etmək deməkdir, rədd etmək mənası var. Onun antonimi şərti əsasən qəbul etmək olur, yəni accept. Cavab B variantı. 17-də items sayıla bilir deyə little sayıla bilməyənlə olar, much sayıla bilməyənlə. Cavab 1 və 4 olacaq. Əziz şagirdlər, vaxt baxımından readingin izahını indi verə bilmirəm, yəni doğru cavabları qeyd eləməyəcəm. Birazdan videonun şərh bölməsinə qeyd edəcəm, narahat olmayın. Siz bir plus yazın, mən sizə bildiriş göndərəcəm hazır olanda. Özünüzə yaxşı baxın, imtahanlarda sizə bol-bol uğurlar.